Əziz Tovuzlular, əziz Əmirli cəmaatı, hər birinizi salamlayıram doğma elimdən, obamdan. Əlmərdanlı olsaq da, Qaraxanlı da bizimdir, Xatınlı da bizimdir, bütün Azərbaycan bizimdir. Hər birinizi salamlayıram. Bugün bu gözəl məkanımızın açılışıdır. Onu sizlərə təqdim eləmək istəyirəm. Bahar Lazer Epilyasiya Mərkəzi açılıb və bu çox sevindirici bir haldır ki, bu mərkəzi bizim şəhid qəhrəman oğullarımızdan olan Hacəli Qəsimovun anası Mələk anamız açır. Şəhidimizin bacısının adını daşıyır. Çox sevindirici bir halda analarımız, bacılarımız ayaqda durmalıdır. Ən azından hər hansı bir iş onlar üçün təsəllidir. Əziz xanımlarımız, hər birinizi bu gözəl məkanımıza dəvət edirik. İnşallah aparatımız haqqında da bizim Zəhra xanım özü məlumat verər, hər biriniz üçün məlumatlı olarsınız. Hər kəsdən elə belə deyim də, həm öz gözəlliyiniz baxımından, həm anamıza, bacımıza dəstək baxımından hər birinizi bu mərkəzə gözləyirik. Çox sağ olun. Allah var eləsin. Xeyirli uğurlu olsun inşallah məkanımız. Amin Allah. Xeyirli uğurlu olsun kızım. Həmişə xeyirli işlərə işləsinlər. Qardaşın da ruhu şad olsun. Bilsin ki, başlarının belə işləri var. Qardaşın adını paslayan yüksək tutsun, yüksəklərdə də tutsun. Çox sağ olun. Anamız da şəhidimiz, qəhrəman şəhidimiz Rövşənin anasıdır. Allah sizlərə can sağlığı versin ana. Sizdən xeyir almaq həqiqətən bizim üçün önəmlidir. Həmişə başımızın üstündə bir böyük kimi var olun. Gülü xanım da şəhid əmanətidir. İnşallah bol-bol müştəriniz olsun. Sizin missiyanız çox gözəl bir missiyadır. Bütün xanımlarımızı gözəlləşdirmək. İnşallah uğurlu olsun. Bol-bol müştəriləriniz olsun. Amin, davamlı inşallah. olsun. Daha da böyük bir irəlilərdə görək buranı. Yəni ki, sevincinizə hər zaman sevinən insanlarıq. Üzünüzün ən azı xırda da olsa təbəssümü bizim üçün dünyalardır. Çox sağ olun hamınıza. Təşəkkür edirəm burada olanlara. Şirmas xanım sizə də, bacım, Rəfqana. Həqiqətən yanımda oldunuz, dəstək oldunuz. Mənim arzum odur ki, oğlumun adını yaşatmaq üçün kəndimə, elmi olmama nəsə bir xeyrim dəysin. Bir köməyim dəysin ki, deyən desin ki, Allah sağ rəhmət eləsin ay hacı. Mən səhərsi gün nə bilmək olar, yıxılıb öləcəm. Amma yerdə adı salınır, yaşasın ki, oğlum ki. Onsuz da onların adları yaşayır. Amma yenə deyirəm, nə edirəm kəndim, elim, obam üçün olsun ki, yaddan çıxmasın. Sizlərə də var olun, çox sağ olun. Bizi yad elədiniz, gəldiniz, məni sahib bura gələnlər. Biz hər zaman sizin həm inşallah indən sonra heç pis günlərimiz olmasın, ağırlıcılı günlərimiz olmasın, elə yaxşı günlərdə həmişə yanınızda olaq. Çox sağ olun. Olsun, dışarı olsun da. Rəfiqanı keçərim. Gör vardı. Arzu eləsən. Yox. Yəni bu çox gözəl təşəbbüsdür. Yəni hər adamın işi deyil ki, belə bir iş açsa, ehtiyac var idi. İndi şəhidin ruhu şad olsun. Baş əyirəm şəhid analarının, şəhid yoldaşının qarşısında, şəhid analarının qarşısında baş əyirəm. Ən gözəl bir açılışdır, nə deyim. Özüm bu qədər danışır, söz balansım olduğu yerə mən danışa bilmirəm. Nəyə görə? Belə bir anaların qabağında mənim söz deməyə ixtiyarım yoxdur. Çox sağ olun Zəhra xanım, biz sizin istedadınızla həqiqətən belədir. Çox bacarıqlı, istedadlı bir xanımsınız. Həmişə sizin mərkəzlərdə olmuşuq. İnşallah bura üçün də xeyirli, düşərli olarsınız. İnşallah Mələk ana daha böyük uğurlara imza atan. Biz həqiqətən sizin yaxşı gününüzə sevinirik. Hacəlinin də arzusu olub ki, bacıları üçün həmişə gözəl günlər nəsib eləsin, onların arzularını çin eləsin və siz bir-bir o addımları atdıqca mən sizə yaxından tanıdığım üçün bələdəm ki, siz bütün məlumatları Hacəliyə verirsiniz ki, bəli, bugün mən bu addımı atmışam sənin bacın üçün. Yanına getirdim dedim, rahat ol. Biraz
Can. Allah rəhmət eləsin. Kendimize bir tane de İnşallah. atış yerinde bir tane de arzusu var. Onu da yerine götürürsem pek olmaz ki. Allah ömür versin sizlərə. Allah xoş günlər nəsib eləsin. Şəhidlər ölür, yaşayır. Daim qəlbimizdə yaşayacaq. Əhməd kimisi, Vüqar kimisi, Hacəli kimisi, Rövşən kimisi və s. və s. Və bu kəndin daha çox 1-ci Qarabağ müharibəsindən şəhidləri var, qaziləri var, bəli. Qəlbimizdədir, qəlbimizdə yaşayacaq. Nəsillərdən nəsilə keçəcək. Ki, belə igid oğlanlarımız var, belə fəxri oğlanlarımız var. Biz onlardan fəxr edirik. Gününüz o gün olsun ki, daha da onun adına böyük bir müəssisəmi, böyük bir zavod mu, böyük bir fabrik mi açasız. Bizim də fəxrimizdir ki, bütün insanlarımız orada həm qazanc əldə eləsin, həm də fəxr eləsin ki, bizim bir kənddə belə bir layihəmiz var. Biz onların adıyla fəxr edirik. Canınız sağ olsun. Allah xeyir versin, uğurlu olsun. Çox uğurlar arzuluyuruq. Çoxlu xeyir götürəsiniz. Allah rəhmət eləsin şəhidlərimizə də. Can sağlığında işletsin. Amin, amin. Xeyirli uğurlu olsun. Əbədi olsun, daim olsun. Gəlin.